Çox yaxşı bilirsiniz də, əhvalatı Adəmlə Havva günah ediblər və günahın nəticəsi nə oldu? Qovuldular, düzdür? Qovuldular. Yaradılış kitabı 3-cü fəsil 24-cü bənd. Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə kerovlarını və hər tərəfə fırlanan odlu qılıncı qoydu ki, həyat ağacıma gedən yolu qorusunlar. Tanrı bunu nəyə görə deyib? Onlar günahlı ola-ola həyat ağacından yeyə bilməsinlər. Və baxmayaraq ki, Tanrı məhəbbətdir, Tanrı Adəmi sevir, amma bununla da belə Adəmi qovur cənnətdən. Biz fikirləşə bilərik ki, axı sevirsənsə niyə qovursan? Məhəbbət bu adamə deyil ki, həmişə sığallayarsan öz balana. Əgər məsəl üçün balan düzgün yolda deyilsə, səhv yoldadırsa, ata öz balanı tərbiyələndirir. Təsəvvür edin ki, bu Adəm günahlı təbiətlə və əbədi yaşayır. Bu lənətdir. Günahlı təbiətlə əbədi yaşamaq. Amma Tanrı onu qovur və qovandan sonra burada yazılıb ki, kerov mələyin bir növüdür. Baş mələklərdən biridir. Və cənnəti qapısı bağlanır insanın qabağında. Mən təsəvvür elə bilmirəm, bu nə cür qılıncdır. Burada yazılıb ki, həm mələkdir, amma bu az imiş. Mələyin əlində qılınc var. O həm odludur, o qılınc, həm də fırlanır. Hər tərəfə fırlanan odlu qılınc əlindədir. Bir fantazimiz varsa, yəni bir tərəfli bağlandı və salam. Yəni mümkün deyil ora girmək. Çünki siz bilirsiniz də, bundan qabaq günah necə girdi o bağa? Artıq nə ilan üçün, nə iblis üçün, nə insan üçün giriş yoxdur. Qapılar bağlandı. Hətta biz bilmirik, biz Adəm deyilik də, hətta Adəmin balaları da deyilik, nəvələri də deyilik. Gör, neçə əsr keçib üstündən. Amma bizim hər birimizin insanın genində var. Hətta biz bunları anlamaya. Amma bizim canımız həmişə atır, necə ki ora qayıdaq. İçimizdə hər bir insanın bu dünyada istəyi var ki, o qapılar ki bağlandı, bax, mən ora girməliyəm. Əgər siz Google-a girsəz, çap eləsəz, baxın, görün, nə qədər mahnılar, nə qədər kitablar yazılıb bu barədə. İtirilmiş cənnət. İmansızları deyirəm, hamı danışır itirilmiş cənnətdən haqqında. Hamı danışır o qadağan olunan o meyvə haqqında. Hamı ora can atır. İkinci bir şey demək istəyirəm ki, Nuhun əhvalatını siz hamınız bilirsiniz. Nuhun vaxtında olan su basqını. Tanrı günahlara görə Nuha dedi ki, bax, günahlara görə mən bütün dünyanı, yer kürəsini cəzalandıracağam. Su basqını olacaq. Amma sən bir gəmi tik. Sən bir gəmi tik və kim ki o gəmiyə daxil olacaq, xilas tapacaq. Və Nuh o gəmini tikəndə, kimsə deyir 100 il, kimsə deyir 150 il ərzində o vaxt insanlar uzun ömürlü idilər. 150 il ərzində o gəmini tikirdi. Və o gəmini tikərkən o gəminin qapıları həmişə açıq idi. Kim daxil olardı, o sağ qalacaqdı. Amma oxuya-oxuya biz görürük ki orada Nuhun ailəsindən başqa heç kim xilas olmadı. Nuhun 3 oğlu, həyat yoldaşı, uşaqlarının həyat yoldaşları xilas olundular. Bir də heyvanlar. Qapı açıq idi. Hər kəs girə bilərdi. Hər kəs xilas oluna bilərdi. Amma insanlar seçmədilər girməyə içəri. İstəmədilər. Yəni, loru dilini desək, gəmidəki olan o meymun daha xoşbəxt idi gəmidən kənar olan suda batan insandan. Heyvanların şüruğu yoxdur. Amma Tanrı qorudu bu heyvanları. Mən bilmirəm necə heyvanlar ora giriblər. Əvvəllər cənnət bağında bütün heyvanlar tabe edildilər Adəmə. Və çox vaxt keçməmişdir. Bəlkə o heyvanlar elə Nuh fit çaldı, girdilər içəri, mən bilmirəm. Amma insan üçün şuurlu bir məxluq. İnsan seçmədi o xilas qapısına girməyə. Və üçüncü bir qapı. Siz bilirsiniz də, aprel ayında Pasxa bayramı yaxınlaşır. Və hekayətin yadınızdadır, Pasxa bayramı hardan gəlir? Misirdən, düzdür? Misirdə nə baş vermişdi? Tanrı demişdi Musaya ki, ölüm mələyi keçəcək şəhərin içindən və
qapıların çərçivəsində quzunun qanı işarəsi, ölüm mələyi görməsə, o ailədə ilk doğulan həm uşaq, həm heyvan öləcək. Ona görə də sağ qalmaq üçün Tanrı Musaya deyir, qoy xalq bir yaşlı quzunu götürsün, onu qurban gətirsin və onun qanını qapının çərçivəsində sürsünlər. Gələn ay biz qeyd edəcəyik bunu, Pasxa bayramı. Və biz bilirik ki, o quzu İsa Məsihin rəmzi idi. Ölüm mələyi keçəndə, o görəndə ki, qapıda qan var, o qapıya toxunmurdu. O qapıya deyəndə ki, o ailəyə toxunmurdu. Və o qanda xilas var idi. Bəli. Və həmin o qan, İsa Məsihin qanı bizim üzərimizdədir indi. Bax, onun qanına görə bizdə xilas var. Bizdə o qapı var ki, biz daxil ola bilərik göylərə. 5-ci qapı isə, toplantı başlamamışdan qabaq, Xuraman xanım, siz dediniz ki, İsa Məsihdir, yol, həqiqət və həyat. Və o yol hara aparır? Atamızın yanına aparır. Amma biz indi Yaradılış kitabında oxuduq ki, o yolda Tanrı hər tərəfi fırlanan qılıncının keruvimi qoyur. Və o yol bağlı idi. Amma Tanrı atamız İsa Məsihi göndərib ki, o yolu açır. Ancaq İsa Məsih o qapıya gedən yoldur. Və mən indi açmaq istəyirəm. O bəndi ki, Rəbb İsa Məsih deyir ki, mənim qapı quzuların üçün. Yəni, siz mənim quzularımsınız, ağıllı quzularımsınız. Siz mənim quzularımsınız, amma mən o yolam, mən həm o qapıyam, mən həm o xilaskarım. O qapıdır, onun vasitəsilə biz daxil ola bilərik, həmən o itirilmiş cənnətə. Bu necə baş verir? Bu ancaq bununla baş verir ki, o buna görə öz qanını tökdü. O canlı quzudur ki, öz qanını tökdü. Və biz indi Rəbbin şamı eləyəcəyik. Nə deməkdir Rəbbin şamı? Biz Rəbbin şamında qeyd edirik ki, yadımıza salırıq ki, qiymət ödənilib. Ki biz o qapının vasitəsilə daxil oluruq. Nəinki o cənnətə, göylərə. Biz daxil oluruq atanın yanına. Və axırıncı bir bəndi oxuyacağım, bununla bitirəcəm. 1-ci Petrin məktubu, deməli 1-ci Petr, 1-ci fəsil, 7-ci bənd. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. Bəşəriyyətin tarixinə baxanda, insan həmişə fikirləşir ki, hansı bir əşya, hansı bir şey axtarır ki, onun dəyəri itməsin. O daha qiymətli olsun, qiymətdə qalsın. Çünki biz baxanda, indi televizor yandırsaq, xəbərlərə baxsaq, neftin qiyməti gəh düşür, gəh qalxır, düzdür? Gəh dollar qalxır, gəh manat belə olur, gəh evro belə, düzdür? Nəyəsə bir stabil bir şey yoxdur, düzdür? İnsan fikirləşdi ki, gəlin götürək stabil bir şey qızıl. Qızıl qiymətdən düşmür. Qızıl 10-cu əsrdə də qızıl idi, 15-ci əsrdə də qızıldır, elə 21-ci əsrdə qızıldır. Qızıl dəyərdən və hamı bilir də, dostlarım bilir ki, qızıl olur ki, qızıl qiymətdən düşmür. Bax, pul öləcək, bax, nə bilim, neft düşəcək qiyməti, amma qızıl hər vaxt satıb pul eləyə bilərsiniz. Yəni, qızıl dəyəri var. Dünyada cürbəcür ölkələr var da, çoxlu ölkələr var. Ölkələrin varlığı nənin ölçülür? Hansı ölkə daha varlıdır? Qızıl ehtiyatlı. Hər ölkənin öz qızıl ehtiyatları var. Və biraz mən baxdım, araşdırdım. Birinci yer, bilirsiniz, hansı ölkə tutur? Qızıl ehtiyatlarına görə Amerika. Pula çevirsək, bəlkə bu darıxdırıcı bir məlumatdır, amma sonra maraqlı olacaq. Pula çevirsək, 766 milyard dollar. ABŞ-ın qızıl ehtiyatı var. İkinci yerdə Almaniyada. 316 milyard. Bax, 766 idi. Almaniya 316 milyard. Üçüncü yerdə İtaliya. 260 milyard. Rusiya 133 milyard dollar. Qızılı pula çevirsə, bu qədər pulu var. Azərbaycanda bilirsə nə qədər qızıl var? 72 milyard yarım. Yəni Amerika əgər 776-dırsa, indi Kəlbəcər dala qaytarmışıq. Yenə də orada qızıl ətarları var, hə. Amma hal-hazırda 72 milyard yarım, 72 milyarddan yarımdan biraz çox. Qızıl ehtiyatlarımız var. Biz düşünürük ki, ölkələr düşünür ki, nə qədər qızıl çox olsa, bu qədər yaxşıdır. Alimlər hesablayıblar ki, əgər bütün qızılları toplasaq, ancaq indiki yox ha, yəni bütün əsrlərə, nə vaxtdan icad olunub ha, çıxıb üzə. O vaxtdan bugünə qədər, əgər bütün qızılları əritsək, 5 mərtəbəli bina var, kub. 22 metr belə, 22 metr belə,
Eni, uzunluğu hamısı. Ərisə bax o formada qızıl olacaq. Bütün dünyadakı olan qızıl. Təxmini arxeoloji qazıntıları hesablayıblar, nə qədər çıxardıblar. Bax bütün dünyadakı olan qızılları həmən bu kub var ha. Dedim ha, Amerikada bu qədər qızıl var, Azərbaycanda bu qədər. Hamısını yığsaq, gətirsək Allahın qabağına və desək ki, vilayəti məni xilas elə, qoy getsin göylərə. Çatmayacaq. Mümkün deyil. Bütün qızılları da verirsən də belə. Kifayət deyil ki, heç olmazsa bir dənə günahkarı xilas eləməyə. Məhkəmələr olanda, nə deyir ona, zalog verirsən adamı çatmaq üçün. Bax, Allahın qabağında günah o qədər dəhşətlidir ki, mümkün deyil. Burada Peter yazır ki, fani qızıldan daha çox dəyərlidir. Fani qızıl. Peter burada deyir, fani qızıl. Sən demək, qızıl da fanidir. Biz fikirləşir, qızıl heç mi stabil da, o bizlərə baxanda stabil nəsə bir şeydir də. Amma qızıl da fanidir. Amma nə fani deyil? İsa'nın qanı. Biz necə satın alınmışıq? Biz qızılla satın alınmışıq. Biz satın alınmışıq qanla. Qanla alınmışıq. Yəni ki, İsa Məsihin bir damla qanı bütün dünyadakı olan qızıllar tərəziyə qoysa, İsa'nın qanı damcası ağır gəlir. İsa'nın bir damla qanı nəinki bir insanı, bütün bəşəriyyəti xilas edib. Çünki odur qapı. Yoxdur. Biz deyirik də ki, insanın canı qanındadır, düzdür? Siz Röfən tanısınız. Natavan, Leyla tanısınız da. Deyəsən, keçən il əməliyyat eləməyə lazım idi. Olundu da əməliyyat. Qan axtarırdılar. Bəlkə kimsə bilmir, amma Bakıda qan axtarırlar ki, kimsə ona qan versin donor kimi. Banklar var da, qan bankları var. Bir insan o birisi insana qan verir. Qan köçürsün ki, adam sağ qalsın. İsa Məsih isə İsa Məsihin qanı. İsa Məsih bir nəfəri öz qanını vermədi, belə buradan ora şlanqla. İsa Məsihin qanı müqəddəs qanı idi. Pak qanı idi. O öz qanını axıtdı bizi hər birimizə görə ki, bu həyatda ancaq yox. Ki, o qapı olsun, həmən o kerovlar bağlayıb da o qapını. Biz daxil ola bilər onun qanun vasitəsilə. İndi bir də bizim cəsarətimiz var ki, biz Tanrının qabağına dayanmışıq, alnımız açıqdır. Çünki İsa Məsihin qanı bütün bizim günahlardan yuyub. Mən dediyim, heç bir fəlsəfədə, heç bir ideologiyada, heç bir dində yoxdur. Dində bilirsiniz nədir? Fərqi yoxdur hansı dində. Sən özün qazanmalısan öz xilasını. Sən özün tapmalısan o yol ki, o kerovim dayanıb, o cənnətin darvazası bağlıdır. Sən özün deşməlisən alın tərindən ora daxil olmaq üçün. Sən bütün qızılları mümkünsə, əlbəttə mümkün deyil, toplamalısan. Yəni, yaxşı əməllər, nələr bilməlisən ki, sən özün o qapını açmalısan sən. Ancaq mümkündür İsa Məsihin qanun vasitəsilə. Başqa yolu yoxdur. Bəs televizorda görmüsünüz siz. Barabandır belə. İçində o dələ. Fırlanır, qaçır içində. O dələ fikirləşir ki, o heyvan. Ya da pişik olur, ya sıçan olur içində də. O fikirləşir ki, o hərəkət edir, qaçır da. Amma əslində yerində qaçır. Heç yerə getmir. Düzdür? Bax, bu insanlar da hamı çalışır, hamı qaçır. Harasa qaçır. Amma əslində boşuna qaçır. Hara qaçır? İsa Məsihdə tam bizdə rahatlıq var. Siz insan belə düşünəndə, məktəbi qutarım, orada sonra rahatlığım başlayacaq. Daha yaxşı həyat başlayacaq. İnstituta girəcəm. İnstituta girir, fikirləşir, oxuyuram indi. Sonra işə girəcəm. Bax, işə girəndən sonra özüm pul qazanacam. Rahatlıq orada olacaq. Özüm qazanacam, özüm saxlayacam. Pensiya çıxacam, pensiyada rahatlıq olacaq. Daha evdə oturacam, nəvələrə baxacam. Pensiya çıxandan sonra həkimlərə gedirəm. Həkimlərə də gedim, filan xəstəxanada da yaxşı həkim var. Ora gedim, orada rahatlıq olacaq. İnsan həmişə bax, bu rahatlığı axtarır. Amma İsa Məsih bizə bu rahatlığı verib. Kitabın axırını açsaq, bax belə. Açsaq da belə. Axırıncı səhifə. Biz öz axırımızı bilirik. Tanrı bunu bizdən gizlətmədi. Tanrı açıb bizə. Biz haradan gəlmişik və hara gedirik və bizim talihimiz nədir? Və bizdə bu əminlik var ki, biz rahatıq bu həyatda. Biz rahatıq ki, dünən də, bugün də, sabah da Tanrı dəyişilməzdir. Tanrı bizimlədir. O bizim atamızdır, biz onun balalarıyıq. Və biz dua edəndə, biz ağlayanda, biz sevinəndə, biz onun atamızın qucağında ağlayırıq da sevinirik. Necə ki, Davud Peyğəmbər deyib, Rəbb mənim çobanımdır. Ölüm vadisindən də keçsəm də belə qorxmaram. Nəyə görə qorxmaram? Çünki sən mənimlə, ona görə qorxmaram. Amin.